Hər kəsə salam. Bu videoda həndəsənin əsas anlayışları mövzusunun izahına baxırıq. Həndəsi fiqurların xassələri haqqında elmdir. Həndəsənin planimetriya və stereometriya bölmələri var. Planimetriya həndəsə elementlərini və fiqurları müstəvi üzərində öyrənən bölmədir. Müstəvi hər tərəfə sonsuz davam edən düz səthə deyilir. Burada gördüyümüz kimi müstəvilər qeyd olunub. Hər tərəfə sonsuz davam edən düz səthə deyilir. Müstəvi alfa, beta, gamma və s. Yunan əlifbasının hərfləri ilə işarə olunur. Məsələn, burada gördüyümüz kimi müstəviyə paraleloqram formasında və yaxud da çoxbucaqlı və s. şəklində çəkə bilərik. Müstəviyə nümunə olaraq lövhənin üzünü, stolun üstünü, şüşənin üzünü nümunə göstərmək olar. Müstəvi sonsuz nöqtələrdən ibarətdir. Bir-birinə çox sıx şəkildə birləşmiş nöqtələrdən ibarətdir. Stereometriya isə həndəsənin fəza fiqurlarını öyrənən bölmədir. Burada baxılan bütün nöqtələr çoxluğuna fəza deyilir. Fəza bölməsində inşallah daha ətraflı şəkildə geniş məlumat öyrənəcəyik. Həndəsənin əsas anlayışlarında var aksiom, teorem, lemma. Aksiom Yunan sözü olub qəbul edilmiş müddəa deməkdir. Yəni aksiom elə bir anlayışdır ki, isbata ehtiyacı yoxdur. Məsələn, hər bir müstəviyə aid olan və aid olmayan nöqtələr var. Aksiom termini ilk dəfə Aristotel işlədib. Teorem isə Yunan sözü olub, doğruluğu digər təklif və aksiomlar əsasında isbat olunan təklifdir. Teoremlərin 4 növü var. Düz teorem, tərs teorem, əks teorem və əks tərs teorem. Lemma başqa hökmlərə kömək edən isbat olunmuş hökmlərdir. Lemma köməkçi teoremdir eyni zamanda. Əsas anlayışlarımız nöqtə, düz xətt və müstəvidir. Nöqtə ölçüsü olmayan həndəsi anlayışdır. Buna görə də onun tərifi yoxdur. Nöqtə hər hansı bir hissədə dəqiq yer və ünvan bildirən anlayışdır. Nöqtələr böyük, Latın əlifbasının böyük hərfləri işarə edilir. Burada da göründüyü kimi A, B, C, D, M, K və s. şəklində işarə edə bilərik. Düz xətt sonsuz nöqtələr çoxluğunun ardıcıl düzülüşüdür. Düz xətt sonsuzdur və bir dənə kiçik Latın əlifbasının hərfi ilə və yaxud düz xəttin üzərində olan hər hansı iki nöqtə ilə işarə olunur. Yəni ya A xətti, A düz xətti kimi bunu göstərə bilərik və yaxud da yaza bilərik A, B düz xətti şəklində işarə edə bilərik. Aksiomlar haqqında danışaq. Aksiomlar var. Düz xəttə aid olan və aid olmayan nöqtələr var. Bu bir aksiomdur. Gördüyümüz kimi düz xəttdir. Onun üzərində A və M nöqtələri qeyd olunub. Bu iki nöqtə A və M nöqtəsi bu düz xəttə aid olan nöqtədir. B və K. Düz xətt üzərində deyil. Buna deyirik düz xəttə aid olmayan nöqtə. Daha bir aksiomumuz düz xəttin ixtiyari 3 nöqtəsindən biri və yalnız biri digər ikisinin arasında yerləşir. Yəni 3 nöqtə var A, B, C. Bunlardan sadəcə bir dənəsi, tutaq ki, mənim çəkdiyim şəklə görə B nöqtəsi A və C-nin arasında yerləşir. Daha sonra düz xəttlər ya kəsişmirlər, ya da kəsişirlər. Demək, İki düz xəttdir. Bunlar ya kəsişmirlər, yəni paraleldirlər. Birinci şəkildə göründüyü kimi və yaxud da bir nöqtədə kəsişirlər. Burada gördüyümüz kimi A və B düz xəttləri A nöqtəsində kəsişirlər. Daha sonra bir nöqtədən sonsuz sayda düz xətt keçirmək olar. Bir nöqtədir. Biz həmin nöqtədən istənilən sayda sonsuz sayda düz xətt keçirə bilərik. Və bir düz xəttdən sonsuz sayda müstəvi keçirmək olar. Daha növbəti şəkildə göründüyü kimi düz xəttdən istənilən sayda müstəvi keçirə bilər. Düz xətt müstəvini 2 dənə yarım müstəviyə ayırır. Şua bir tərəfdən məhdud olan düz xətt hissəsinə və yaxud da yarım düz xətt deyilir və yaxud da şua deyilir. Yəni bir tərəfdən məhduddur, digər tərəfdən isə məhdud olmayan bu düz xəttə deyilir şua. Şuaya işarə edə bilərik
bu şəkildə başlanğıc nöqtəsi var. O nöqtəsi, sonu yoxdur. O A şüası kimi qeyd edə bilərik. Tamamlayıcı yarım düz xətt. Düz xəttin üzərində bir nöqtə götürək, tutaq ki, O nöqtəsidir. O həmin düz xətti iki hissəyə ayırır. Məsələn, BA düz xəttidir, onu OB və OA kimi iki hissəyə ayırdı. Belə ortaq başlanğıclı yarım düz xəttlərə tamamlayıcı yarım düz xəttlər deyilir. Ortaq başlanğıc O nöqtəsidir. Biri OB, digəri isə OA düz xəttləri burada göstərilir. Daha sonra düz xətt üzərində nöqtələr verilən zaman və yaxud da şüa üzərində nöqtələr verilən zaman neçə şüa, neçə parçaya ayrıldığına baxaq. İlk öncə baxaq görün parça nədir? Parça düz xəttin iki nöqtəsi arasında qalan hissəsidir. Bu şəkildə həm başlanğıcı, həm də sonu var. Parça məhduddur və onun müəyyən bir uzunluğu var. İstənilən iki nöqtəni yalnız bir dənə parça ilə birləşdirmək olar. Burada gördüyünüz kimi AB parçası qeyd etmişik. İndi baxaq, düz xətt üzərində n sayda nöqtə verilib. Tutaq ki, düz xətdir. Bunun düz xətt sonsuzdur hər iki tərəfdən. Üzərində n sayda nöqtə verilib. Əgər n sayda nöqtə verilərsə, bu zaman əmələ gələn şüaların sayı 2n düsturu ilə hesablanır. Əmələ gələn parçaların sayı isə n vurulsun, n çıx 1 bölünsün 2 düsturu ilə tapıla bilir. Əgər iki dənə parça kəsişirsə və onlar üzərində n sayda nöqtələr qeyd olunubsa, kəsişmə nöqtəsindəki nöqtəni də aid edirəm. Gördüyünüz kimi burada. Bu zaman 2 vurulsun, n üstəgəl 1 sayda şüa əmələ gəlmiş olur. Yox, əgər şüanın üzərində n sayda nöqtə qeyd olunubsa, bu zaman şüaların sayı ilə nöqtələrin sayına bərabər olur. Parça isə yenə eyni düsturla hesablana bilir. Baxaq parçanın bölünməsinə. Tutaq ki, parça hər hansı bir AC parçasıdır və B nöqtəsi ilə yarıya bölünüb. Əgər B nöqtəsi AC parçasını yarıya bölübsə, birinci və ikinci, yəni AB və AC parçalarının orta nöqtələri arasındakı məsafəni istəyir. Tutaq ki, AC-nin uzunluğu özü A-dır, A-ya bərabər parçanın uzunluğu. AB-nin və AC-nin orta nöqtə arasındakı məsafəni istəyir. Bu zaman bizə verilən parçanın uzunluğunu yarıya bölməklə orta nöqtələr arasındakı məsafəni hesablaya bilərik. Tutaq ki, uzunluğu 30 cm olan bir parça verib bizə. Uzunluq 30 cm-dir. Bunu, məsələn, bir C nöqtəsi ilə yarıya bölüblər. Yarıya bölən zaman bizdən istəyir birinci və ikinci hissələrin orta nöqtəsi arasındakı məsafəni. Bunu istəyir bizdən. Bunu tapırıq. 30 bölünsün 2, 15 şəklində hesablaya bilərik. Belə. Daha sonra keçək bucağa. Bucaq ortaq başlanğıcı olan iki şüanın əmələ gətirdiyi fiqura deyilir. Ortaq başlanğıca bucağın təpə nöqtəsi, şüaları isə onun tərəfləri deyilir. Yəni burada O təpə nöqtəsidir. OA və OB həmin bucağın tərəfləri adlanır. Burada alfa kimi bucağı işarə edə bilərəm. Burada bucağı həm alfa deyə bilərik, həm O bucağı deyirik, həm də A, O, B kimi işarə edə bilərik. Baxaq bucağın ölçü vahidlərinə. Bucağın ölçü vahidləri 1 dərəcə 60 dəqiqədir. 60-1 ştrixdən işarə olunur. 1 dəqiqə 60 saniyədir. Yəni 1 ştrix bərabərdir 60 ştrix kimi işarə olunur. 1 radian 180 bölünmüş pi-yə, pi təqribən 3,14 olduğuna görə 1 radian özü təqribən 57 dərəcəyə bərabər olmuş olur. Bucağın növləri. Qeyd edək ki, bayaq dedik paralel düz xəttlər, yəni kəsişməyən. Paralel düz xəttlər kəsişmədiyi üçün onlar arasındakı bucaq 0 dərəcə qəbul olunur. İlk öncə bunu deyək. Bucaqlar iti, düz, kör, açıq, qabarıq olmayan və tam bucaq olmaqla 6 hissəyə bölünür. İti bucağın dərəcə ölçüsü 0-dan böyük, 0 dərəcədən böyük, 90 dərəcədən kiçik olur. Ən kiçik iti bucağımız 1 dərəcədir. Ən böyük iti bucağımız isə 89 dərəcə qəbul olunur. Düz bucağın sadəcə bir dənə dərəcə ölçüsü var, 90 dərəcəyə bərabərdir. 2 dənə düz xətt bir-birinə perpendikulyardır. Həmin düz xəttlər arasında əmələ gələn bucaq olur 90 dərəcə. Kör bucaq
90 dərəcədən böyük, 180 dərəcədən kiçik olan bucaqdır. Yəni ən kiçik dərəcə ölçüsü 91, ən böyük isə 179 dərəcədir. Açıq bucağın bir dənə dərəcə ölçüsü var, 180 dərəcəyə bərabərdir. Qabarıq olmayan bucaq. Qabarıq olmayan bucaq bu şəkildə işarə olunur. Tutaq ki, 2 dənə bu şəkildə şüa çəkilib. Bu hissədə əmələ gələn bucaq alfa adlanır qabarıq olmayan bucaq və 180-dən böyük 360 dərəcədən kiçik olur. Tam bucaq isə 360 dərəcəyə bərabərdir. Düz xətlərin qarşılıqlı vəziyyətindən danışaq. Düz xətlər kəsişir, paraleldir, yəni kəsişmir, kəsişir perpendikulyar və üstə düşür. Düz xətlər kəsişir ixtiyari bucaq altında birinci şəkildəki kimi paraleldir, yəni kəsişmirlər, sonsuzluğa qədər davam edirlər, amma onlar nə bir-birinə toxunmur, nə də kəsişmirlər. Kəsişir və perpendikulyar, yəni 90 dərəcəlik bucaq altında kəsişirlər, sadəcə bir qiymət alırlar. Üstə düşəndə isə onların bütün nöqtələri üst-üstə düşür, yəni bir-birinə bərabər düz xətlər adlanırlar. Danışaq qonşu və qarşılıqlı bucaqlardan. Birinin tərəfləri digərinin tərəflərinin tamamlayıcı yarım düz xətləri olan iki bucaq qarşılıqlı bucaq adlanır. Qarşılıqlı bucaqlar bir-birinə bərabər olur. Burada gördüyünüz kimi alfa ilə alfa qarşılıqlı bucaqdır. Beta ilə beta qarşılıqlı bucaqdır və onlar bir-birinə bərabər olurlar. Qarşılıqlı bucaqların tən bölənləri arasındakı bucaq 180 dərəcədir. Bu şəkildə gördüyünüz kimi 2 dənə düz xətt kəsişib. Qarşılıqlı bucaqlar alfalardır. Yarıya bölüb tən bölən deyirək olub alfa bölü 2, alfa bölü 2, alfa bölü 2, alfa bölü 2. Bizdən istəyir onlar arasındakı bucağı, yəni yaşılla qeyd etdiyim alfa bölü 2 üstəgəl beta üstəgəl alfa bölü 2-ni. Buradan alıram ki, alfa bölü 2 üstəgəlinsin beta üstəgəl alfa bölü 2 bərabərdir. Bu nə cür bir bucaqdır? Elə buradan da görürəm ki, heç bilmirəm ya 180-dir. Gəlin hesablayaq ki, necə tapacağım. Burada 2 ortaq məxrəci gətirirəm alfa bölü 2-ləri olur 2-də 2 alfa üstəgəlinsin beta. 2-lər ixtisar gedir, elə qalır alfa üstəgəl beta. Alfa üstəgəl beta da neçə dərəcədir? 180 dərəcədir. Qonşu bucaqlar. Qonşu bucaq bir tərəfi ortaq, digər tərəfləri isə tamamlayıcı yarım düz xətlər olan iki bucağı qonşu bucaq deyilir. Qonşu bucaqların cəmi 180 dərəcəyə bərabərdir. Burada da şəkildə göründüyü kimi alfa, beta qonşu bucaqlar sayılırlar. Qonşu bucaqların tən bölənləri arasındakı bucaq 90 dərəcədir. Burada da gördüyünüz kimi çəkmişəm. Alfa ilə beta qonşudur. Yarıya bölünüb tən bölən dediyinə görə olub alfa bölü 2, beta bölünsün 2. İndi bunları toplasam, hesablasam əgər alfa bölü 2 üstəgəlinsin beta bölü 2 bərabər 2-də alfa üstəgəl beta. Alfa üstəgəl beta demişdi 180-dir. 180-i 2-yə böləndə 90 dərəcə alındığına görə deyirik ki, qonşu bucaqların tən bölənləri arasındakı bucaq 90 dərəcəyə hər zaman bərabər olur. İki paralel düz xəttin kəsənlə əmələ gətirdiyi bucaqlardan danışaq. 2 dənə paralel düz xətt çəkilib. İlk öncə burada qaydaya baxaq. Nümunədə həmin qaydayı mən burada çəkmişəm. Tutaq ki, 2 paralel düz xətti A və B düz xətləri və onları hər hansı bir C düz xətti kəsir. Burada əmələ gəlir daxili çarpaz bucaqlar, daxili bir tərəfli, xarici çarpaz, xarici bir tərəfli və uyğun bucaqlar. Daxili çarpaz nə deməkdir? Daxildədir. Yəni A ilə B-nin daxilindədirlər. Amma çarpaz dediyinə görə C-yə çarpaz şəkildədir. Yəni bu şəkildə. C-yə çarpaz. Baxın, çarpaz X deməkdir. Buradan hansı bucaqları görürəm daxili çarpazlara uyğun olaraq? Daxildədir və çarpazdır. Bucaq 3, bucaq 5, bucaq 4, bucaq 6. Baxıram ki, bucaq 3 burada. Necə bucaqdır? Bucaq 3 görürəm ki, burada kör bucaqdır. Bəs 5? 5 də baxıram ki, kör bucaqdır. Əgər hər ikisi kör bucaqdırsa, o zaman bunlar bir-birinə bərabərdirlər. Yəni, eyni adlıdırlar. Bucaq 4-dən 6-ya baxıram. Bucaq 4. Baxıram ki, burada necə bucaqdır? İti bucaqdır. 6 necə bucaqdır? İti bucaqdır. Deməli, 4 ilə 6 hər ikisi iti bucaq olduğuna görə onlar da bir-birinə bərabər olurlar. Yəni, daxili çarpaz bucaqlar bir-birinə bərabərdir. Baxıram elə şəkildə də görürəm ki,
Məsələn, bucaq 3 ilə 5 idi. Biri 120-dir burada. Digəri də neçə olub? 120 olub 3 ilə 5-in yerində. Daha sonra biri 60-dır daxili çarpazlardan, digəri neçə dərəcə olub? 60 dərəcə olub. Yəni bir-birinə bərabər olduqlarını buradan da görürük. Davam edirəm. Daxili bir tərəfli. Daxildədirlər və bir tərəfdədirlər. Yəni daxildə bu cür A-la B-nin daxilində, amma C-nin bir tərəfində, ya sağında, ya solunda. Bax görüm hansı bucaqlardır bunlar? Daxili bir tərəfli. Bucaq 3, ona uyğun bir tərəfdə bucaq 6 var. Bucaq 4 və bucaq 5. Bucaq 3 necə bucaq idi? Buradan bayaq təyin etdi. Bucaq 3 kör bucaqdır. Bucaq 5 necə bucaqdır? O da bucaq 6. İstəyirəm, bucaq 3 kördür, bucaq 6 isə iti bucaqdır. Yəni biri kör, biri itidirsə, onların cəmi bərabər olmalıdır 180 dərəcəyə. Bucaq 4 ilə 5-ə baxıram. 4 necə bucaqdır buradan? 4 baxıram ki, iti bucaqdır. 5 necə bucaqdır? Buradan tapmışdıq, kör bucaqdır. Biri iti, biri kördürsə, demək onların da cəmi bərabər olmalıdır 180 dərəcəyə. Baxıram şəkilə. Şəkildə bayaqları tapmışdıq. Məsələn, 60 ona uyğun olaraq daxili bir tərəfli 120-dir. 60-dan 120-in cəmi 180-dir və yaxud da 120, yəni ona uyğun olaraq 60 var burada. Olur cəmləri 180 dərəcə. Xarici çarpaz. Yəni xaricdədirlər. Biri A-nın çölündə olmalıdır, biri B-nin çölündə olmalıdır, amma çarpazlar. C-yə çarpaz şəkildə, bu şəkildə biz bucaqları tapmalıyıq. İndi baxıram buradan daxili çarpaza. Bucaq 2, ona da xarici çarpaz olacaq burada bucaq 8. Bucaq 1, ona xarici çarpaz olacaq bucaq 7. Baxaq indi bu bucaqlarımıza. Bucaq 1. Necə bucaqdır? Baxıram burada. Bucaq 1 kör bucaqdır. 7 necə bucaqdır? 7 də kör bucaqdır. Deməli, hər ikisi körsə bunlar bir-birinə bərabərdir. Bucaq 2. Bucaq 2, baxıram, iti bucaqdır. Bucaq 8, iti bucaqdır. Hər ikisi iti bucaqsa, deməli, onlar da bir-birinə bərabərdirlər. Xarici bir tərəfli. Yəni, xaricdədirlər. Xaricdə. Amma C-nin bir tərəfindədirlər. Yəni, ya bu hissədə olmalıdırlar, sağında, ya da solunda olmalıdırlar. Baxaq indi xarici bir tərəfli bucaqlara. Bucaq 7, ona uyğun olaraq bir tərəfdə bucaq 2 var. Bucaq 1, ona uyğun olaraq xaricdə bucaq 8 var. İndi baxaq görün bunlar necə bucaqdır. Bucaq 7. Buradan görmüşdük ki, kör bucaqdır. Bəs bucaq 2, baxıram ki, iti bucaqdır. Biri iti, biri kördürsə, onların cəmi bərabər olacaq 180 dərəcəyə. Daha sonra bucaq 1. Baxıram ki, burada necə bucaqdır? Kördür. Bucaq 8, iti bucaqdır. Biri kör, biri itidirsə, yenə cəmi bərabər olur 180 dərəcəyə. Keçək uyğun bucaqlara. Uyğun bucaqlar biri A-nın tutaq ki, çölündədirsə, o birisi B-nin içərisində olmalıdır. Və yaxud da biri A-nın içərisindədirsə, o birisi B-nin çölündə olmalıdır. C-nin isə sadəcə və sadəcə bir tərəfindən söhbət gedir. Ya sağından, ya da solundan. İndi baxaq uyğun bucaqlarımıza. Biri içəridə, biri çöldə. Məsələn, A-nın çölündə nə var? Bucaq 2. Buna uyğun B-nin içərisində nə var? Bucaq 6. A-nın içərisində var bucaq 3. Buna uyğun B-nin çölündə bucaq 7 var. Və yaxud da bucaq 1, ona uyğun olacaq bucaq 5. Bucaq 4, ona uyğun olacaq bucaq 8. Bax görüm onlar necə bucaqdır. Bucaq 2-yə baxıram. İti bucaqdır. Bucaq 6, iti bucaqdır. Deməli, bir-birinə bərabər. Bucaq 3 kördür, 7 kördür. Bərabərdir. 1 kördür, 5 kördür. Hər ikisi bərabərdir. 4 iti bucaqdır, 8 iti bucaqdır. Deməli, onlar da bir-birinə bərabər olurlar. Buradan belə çıxır ki, daxili çarpaz bucaqlar bir-birinə bərabər olur. Daxili bir tərəfli bucaqların cəmi 180 dərəcədir. Xarici çarpazlar bir-birinə bərabərdir. Daxili bir tərəflilər cəmi 180 dərəcədir. Uyğun bucaqlar da bir-birinə bərabər. Yəni, çarpaz bucaqlar istər daxili olsun, istər xarici olsun, bir-birinə bərabərdir. Bir tərəfli bucaqlar istər daxili olsun, istər xarici olsun, cəmi 180 dərəcəyə bərabərdir. Uyğun bucaqlar isə hər zaman bir-birinə bərabər olur. Keçək uyğun tərəfləri paralel və perpendikulyar olan bucaqlara.
Uyğun tərəfləri paralel və perpendikulyar olan bucaqlar hər zaman ya bir-birinə bərabərdir, ya da onların cəmi 180 dərəcədir. Əgər verilən bucaqlar eyni adlı olarsa, eyni adlı fərqi yoxdur. Uyğun tərəflər paraleldir, uyğun tərəflər perpendikulyardır. Əgər eyni adlıdırsa, demək onlar bir-birinə bərabərdir. Gördüyümüz kimi. Ta ki birinci şəkildə uyğun tərəfləri bir-birinə paralel olan eyni adlı iki bucaq, hər ikisi itidir. Bir-birinə bərabərdir. Uyğun tərəfləri paralel olan kör bucaqlar. Eyni adlıdır deyə bir-birinə bərabərdir. Uyğun tərəfləri paralel olan başqa bir iki dənə eyni adlı bucaq, iti bucaqlar yenə bir-birinə bərabərdir. Və yaxud da perpendikulyara baxıram. Eyni adlıdır, hər ikisi iti bucaqdır. Uyğun tərəflər bir-birinə perpendikulyardır, bir-birinə bərabərdir. İkisi də kör bucaqdır, amma uyğun tərəflər perpendikulyardır. Eyni adlı olduğuna görə bir-birinə bərabər götürürük. Keçək müxtəlif adlı bucaqlara. Uyğun tərəflər paralel olsun və yaxud da perpendikulyar olsun, fərq etməz. Əgər müxtəlif adlıdırsa, onların cəmi bərabər olur 180 dərəcəyə. Müxtəlif adlı, yəni biri iti bucaqdır, biri kör bucaqdır. Hər zaman onların cəmi bərabər olmalıdır 180 dərəcəyə. Birinci şəkildə biri itidir, biri kördür. Uyğun tərəflər paraleldir. Bu tərəflə bu tərəf paraleldir. Bu tərəflə də bu tərəf bir-birinə paraleldir. Eyni adlı, müxtəlif adlı olduğuna görə cəm 180 dərəcədir. Eyni qayda digərdə. Burada biri iti bucaqdır, alfa iti bucaqdır. Beta kör bucaqdır. Uyğun tərəflər perpendikulyardır. Müxtəlif adlı olduğuna görə onların cəmi 180 dərəcəyə bərabər olur. Hər zaman da bütün misallarda bu şəkildə qəbul edə bilərik. Keçək bəzi həndəsi fiqurlara, burada bucaqların tapılmasına. Məsələn, bu şəkildə verilib. A ilə B bir-birinə paraleldir. Baxıram ki, burada bir dənə çarpaz M hərfi şəklində bir fiqur verilib. X-i istəyir bizə. Hər zaman sağdakıların cəmi, görürsünüz, beta ilə alfa sağ tərəfdədirlər. Buramız sağdır. X isə soldadır. X sol tərəfdədir. Hər zaman sağdakıların cəmi və yaxud da sağdakı soldakıların cəminə bərabər götürülür. Hər zaman sağdakıların cəmi soldakıların cəminə bərabər olaraq verilir. Və yaxud da başqa bir formasına baxırıq. Burada M-in düz formada verilib. Yenə üstdə alfa ilə beta var. Altda X var. X bərabər o alfa ilə betanın cəmi. Eyni qayda bu şəkildə verilə bilər. Ox şəklinə oxşuyur. Burada da yenə X bərabərdir alfa ilə betanın cəminə. İkinci fiqurlara baxaq. Zigzag. Zigzagda yenə bayaqki dediyimiz qayda bir ödəyir. Burada yenə sağda var ilk alfa, beta, gamma. Solda var X və Y. Sağdakıların cəmi soldakıların cəminə bərabərdir. Digər bir şəkildə baxaq. Yenə zigzagdır. Burada da sağda var alfa, beta, gamma, fi. Solda var X, Y, Z. Yenə sağdakıların cəmi soldakıların cəminə bərabər olaraq götürülür. Üçüncü şəkildə yenə alfa ilə beta bir-birinə paraleldir. Burada baxırıq, fikir veririk nəyə? Bucaqların sayı n olarsa, daxildəki bucaqların cəmini biz hər zaman tapırıq. 180 vurulsun, n çıxılsın bir düsturu ilə hesablayırıq. Burada baxıram ki, 3 dənə bucaq var. Alfa, beta, gamma. Yəni yazsam, alfa üstəgəl, beta üstəgəl, gamma bərabər olmalıdır. 180 vur 3 çıx 1-ə. Yəni 360 dərəcəyə alfa, beta, gammanın cəmi 360 dərəcəyə bərabər götürürük. İkinci fiqurda isə baxıram 5 dənə bucaqdır. 5 dənə bucaq olan halda yenə gətirib eyni düsturda yerinə yazıram. Alfa üstəgəl beta, üstəgəl gamma, üstəgəl fi, üstəgəl x bərabər 180 vurulsun 5 minus 1. Yəni 180 vurulsun 4-ə, o da edir 720 dərəcə. Yəni 5 dənə bu daxildəki bucağın cəmini 720-yə bərabər edib hesablayıb cavabı tapa bilərik. Daha sonra bu şəkildə verilə bilər şəkillər. Burada da alfa, A və B tərəfləri, düz xətləri bir-birinə paraleldir. Gördüyümüz yuxarıdakı hər 4 şəkil eyni fiqurun müəyyən düzülüşləridir. Hər zaman X alfa ilə betanın cəmindən 180 çıxmaqla tapılır. Baxıram ki, hər 4 şəkildə X burada ucdakı bucaqdır. Baxırıq. Alfa və iti bucaqdır. Alfa ilə beta isə
kör bucaqlardır. Alfa ilə betanı cəmləyir və ondan çıxırıq 180 dərəcəni. Yəni bu formada müxtəlif şəkillər verə bilər, amma ümumi olaraq bu şəkildə olmalıdır. A ilə beta, alfa ilə beta, yəni üzr A tərəfi ilə B tərəfi, yəni düz xətləri bir-birinə paralel olmalıdır. 5-ci şəklə baxaq. Burada da yenə eyni bir şəkil, sadəcə müxtəlif formalarda verilib. Bu şəkillərdə də hər zaman x bərabər olur alfa çıxılsın betaya. Alfa burada gördüyümüz kimi demək birinci şəkildə iti bucaqdır, ikincidə kör bucaqdır. X bərabər olur alfa. Burada üstürəm, burada alfa ilə betanın yerləri səhv düşüb. Bura beta olmalıdır, bura alfa. Alfadan betanın çıxmaqla biz x bucağını ala bilərik. Və yaxud da alfa bərabərdir x ilə betanın cəminə hər üç şəkildə də görə bilərik bunu. Daha sonra davam edirik. Saatın əqrəbləri arasındakı bucaqların hesablanması. İlk öncə bir qayda olaraq bilməliyik ki, hər saat dilimi 30 dərəcədir. Yəni 2 dənə burada məsələn saatlar arasındakı bucaq bu 30 dərəcəyə bərabərdir. Bunu yadda saxlayırıq. Yəni saat dilimi 2 dənə saatın arasındakı bucaqdır. 360-ı 12-yə bölürük, çünki bir saatın üzərində 12 dənə saat qeyd olunub bir dairə formasında. Demək 12 saat 360 da 12-yə bölündə 30 dərəcəni alırıq. Burada oradan görə bilirik ki, bayaq dediyimiz kimi hər saat dilimi 30 dərəcə olduğunu buradan alırıq. Saniyə əqrəbi hər saniyədə 6 dərəcə dönür. Bu necə tapırıq? 1 saat dilimi 30 dərəcədirmi? Həmin 30 dərəcəni 5-ə bölürəm. Alırıq 6 dərəcəni. Hər dəqiqə əqrəbi isə hər dəqiqədə 6 dərəcə dönür. Yəni 30 dərəcə bölünsün 5 bərabərdir 6 dərəcəni əldə edə bilirik buradan. Saat və dəqiqə əqrəbləri arasında bucaq alfa bərabərdir. Modulda 60 vurulsun S. S burada saatdır. Çıxılsın 11 vurulsun D. D dəqiqədir. Bölünsün 2 düsturuyla hesablanır. Əgər alfa 180 dərəcədən böyük olarsa, yəni tapdığımız bucaq, bu zaman 360-dan alfanı çıxırıq. Bu şəkildə hesablayırıq. Yox, əgər alfa 180-dən kiçikdirsə, olduğu kimi qəbul edə bilərik.